Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bugün 2025-ci ilin ilkin qəbulunda istifadə olunan bir kurikulum sualından tanış olacağıq. Suala keçməmişdən öncə ümumiyyətlə onlayn dərs sistemimiz necə təşkil olunur, həm ixtisasdan, həm kurikulumdan hansı şəkildə dərslər tədris olunursa onunla bağlı məlumat verəcəm. Bir nəzərinizə çatdırıram ki, sual kifayət qədər samballı sualdır. Əslində 2024-cü ilin ilkin qəbulunda bu formatda bir sual istifadə olunur və variant olaraq da eyni variantı saxlayıblar. Bu deməkdir ki, əvvəlki illərdə istifadə olunan suallar təkrarən 1-i, 2-si, bəzən ola bilər ki, 3-ü, 4-ü təkrarən yenidən qəbulda istifadə oluna bilər. Nədən? Daha doğrusu üzr istəyirəm. İzaha keçməmişdən əvvəl dərslərlə bağlı məlumat verim, sonra izahını verəcəm sualı. Deməli, müəllimlər, dərslərimiz həm əyani, həm onlayn formada, əyani dərslərimiz Bakıda tədris olunur. Onlayn formada istənilən yerdən bilirsiniz ki, qoşula bilirsiniz. Onlayn dərslərimizin gedişatı necə olur? Əyani dərslərdən heç bir fərqi olmur. Necə heç bir fərqi olmur? Əvvəlki illərdə və yaxud da ki, əvvəlki vaxtda açdığımız qruplarda dərsimizin gedişatı bu şəkildə olurdu ki, məsələn, mövzumuz inteqrasiya mövzusudursa, mövzumuz mürəkkəb cümlədirsə, dərsin izahı, testin izahı hazır şəkildə qrupa göndərilirdi. Siz dərsə qoşulurdunuz və suallarınızı vermiş olurdunuz. Amma indi necə olacaq? Siz dərsə qoşulacaqsınız bu şəkildə. İndi hal-hazırda necə məni görürsünüzsə, lövhədə, elektron lövhənin qarşısında telefon yerləşdirirəm. Nə suallarınız varsa, sual verməmişdən əvvəl yeni mövzunun izahı, mövzusu məsələn inteqrasiyadirsə, inteqrasiyanın izahını mən dərs müddətində verdim və siz ani olaraq canlı yayım açıq olur ki, Google Meet proqramı üzərindən dərslər tədris olunur. Ani olaraq sualınızı verə bilərsiniz. Ola bilər ki, başa düşmədiyinizdə bir şey olar. Həmin dəqiqə reaksiya verib sualınızı verə bilirsiniz. Bu da əyani hazırlıqla tam olaraq eynilik təşkil etmiş olur. Plus dərsin video izahı yaddaşa yazılır. Həmin o video izah qrupa göndərilmiş olur. Məsələn, testimiz götürək ki, inteqrasiyadan taimin testindən 40 dənə sualsa, həmin sualların hər bir izahı qrupa göndərilmiş olur. Və yaxud da ki, Azərbaycan dilindən götürək ki, mürəkkəb cümlədirsə, məsələn, elemin testindən işləyirsiniz. Məsələn, 100 dənə sualsa, hər bir sualın izahı hazır şəkildə qrupa göndərilir. Növbəti dərs, məsələn, mövzumuz olacaq ki, taksonomiyanın izahı dərsdə verilir və əlavə video da göndərilir. Həm dərs müddətindəki olan video, həm də əlavə video da qrupa göndərilmiş olur ki, ikisindən də istifadə edərək faydalana bilirsiniz. Dərsin gedişatından bağlı bu qədər. Dərsə qoşulmaq üçün də aşağıda nömrə qeyd olunacaq ki, həmin nömrəni əlaqə saxlaya bilərsiniz. Yoldaşlar, keçən ilkin qəbulunda belə bir formatda sual düşmüşdü. Dediyim kimi, əvvəlki illərdə də bu formatda sualdan istifadə olunub. Hətta bu formatda deyəndə daha doğrusu bu sualı elə bir təkrar veriblər. Deməli, mənim şahidlərə tapşırır ki, Ağa Məhəmməd Xan Qacarın Qarabağa birinci yürüyüşü zamanı coğrafi mövqeyinin onun məğlubiyyətin təsirini müəyyənləşdirin. Baxın, burada qiymətləndirmə meyarları içərisində əsaslandırma məsələsi var. Əsaslandırma adamı çaşdırmış olur. Və yanlış bir şey soruşmuşlar. Qəbulda yanlış bir şey soruşmuşdu. Nəyə bir şey verəcəksiniz, yoldaşlar? İzləsəniz üzr istəyirəm. Deməli, mövqeyini müəyyənləşdirmək və yaxud da əsaslandırma fikirlərinə görə siz gəlib cavabı dəyərləndirmə götürmüş olursunuz. Bax, əsaslandırma həm dəyərləndirmədə özünü göstərə bilir, həm təhlil etmə mərhələsində özünü göstərə bilir. Necə fərqləndirəcəksən? Əgər konkret bir fikir varsa, yəni çərçivədən kənara çıxmadan fikri əsaslandıracaqsansa, bu dəyərləndirmə deyil, təhlil etmə mərhələsidir. Bax, məsələn, burada coğrafi mövqe olmasaydı, Qarabağa birinci yürüyüşü zamanı, Ağa Məhəmməd Xan Qacarın Qarabağa birinci yürüyüşü zamanı məğlubiyyətini əsaslandırın, belə bir şey desəydi, sən onu dəyərləndirmə mərhələsi götürə bilərdin. Niyə? Çünki artıq əlində bir mənbə yoxdur. Amma burada coğrafi mövqeyi var, sən həmin o coğrafi mövqeydən çıxış edib danışacaqsan. Həm də situasiyaya baxın. Müəllim uşaqlara o sualı ünvanlayanda sinifdə olan 20 nəfər şagird hamısı coğrafi mövqeydən çıxış edərək eyni fikri səsləndirəcəklər, eyni əsaslandırma edəcəklər. Ona görə də bu dəyərləndirmə mərhələsi hesab olunmayacaq, bu olacaq təhlil etmə mərhələsi. Amma coğrafi mövqe olmasaydı, fikir əsaslandırası olsaydı, məsələn, mən əsaslandıracağım, götürək ki, şahid olaraq mən əsaslandırıram ki, zəif idi, qoşun zəif idi. Məsələn, o birisi deyir ki, qarşılaşdığı qoşun daha güclü idi. Başqa bir şahid deyir ki, filan səbəbdən belə olmuşdu. Yəni, nəticə etibarən əlində mənbə varsa, onun ətrafında fikir əsaslandırma varsa, təhlil etmə mərhələsi götürəcəksən. Deməli, yanlış cavab olaraq verilmişdi. Deməli, müəllim şahidlərdə dəyərləndirmə mərhələsini formalaşdırmağa çalışır. Dəyərləndirmə yox, təhlil etmə mərhələsi. Məsələn, cavablarda inteqrasiya ilə bağlı fikir var idi. Eyni zamanda, məsələn, əməkdaşlıqla bağlı, əməkdaşlıq və birgə fəaliyyət verə bilər ki, məsələn, müəllim bu siyasi əsasında qiymətləndirmə meyarına görə şahidlərdə qrupla işdən, cütlərlə işdən istifadə edə bilər. Və yaxud da ki, məsələn, müəllim bu işə cəlb etməmişdən əvvəl uşaqları, onlar arasında konfliktin olub-olmamasını yoxlaya bilər. Niyə?
Çünki əməkdaşlıq və birgə iş nəyə əsaslanmış olur? Ya qrup işindədir, ya eyni zamanda cütlərlə işlədir. Cütlərlə işlədir, şahidlər arasında konflikt baş verdiyi halda şahidlər bir-birindən öyrənə bilməyəcəklər. Ona görə də bu tipli situasiyalarda, yəni fikir olaraq gətirib, bax, həm bura baxmalısan sən, həm də bunlara qiymətləndirmə meyarı nə verilibsə, ona baxmalısan ki, situasiyada səhv eləmiş olmayasan. Ümid edirəm faydalı oldu və bundan sonra da davamlı şəkildə əvvəlki ilin qəbullarına keçən il 2023, 24, 22 bu illərdə istifadə olunan qəbul sualları paylaşılmış olacaq. Diqqətinizə görə təşəkkür edirəm.